Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Putini qəzəbləndirən addım: Ermənistan seçim qarşısında Rusiyanın köləsi olmaq istəmirik. Paşinyan Moskvadakı parada getməkdən imtina etdi. Putinə nələr deyib? Paşinyan Qərbi Zəngəzurda çağırış elədi. Sülh üçün ayağa qalxın. Kremldən şok cavab. Erməni səfiri çağırıb sərt danışdılar. Avropa İttifaqı Ermənistanın mövcud təhlükəsizlik və iqtisadi sistemindən uzaqlaşdırmağa çalışır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti İzvestiyaya açıqlamasında bildirib. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Brüssel Cənubi Qafqazda və xüsusilə Ermənistanda öz geosiyasi maraqlarını, demokratiyaya dəstək, islahatlara yardım və tərəfdaşlığın dərinləşdirilməsi kimi şüarlarla gizlədir. Bu çağırışların arxasında tamamilə praqmatik hesab dayanır. Ermənistanı etibarlı təhlükəsizlik sistemindən və sabit iqtisadi əlaqələrdən qoparmaq. Üstəlik 10 illiklər ərzində ölkənin sabitliyini təmin edən mexanizmlərə alternativ təqdim olunmur, deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb. Bəyanatda bildirilib ki, Avropa rəsmiləri özləri də Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyünün yaxın perspektiv məsələsi olmadığını etiraf edir. Bu yol 10 illiklər çəkə bilər və yekun nəticəyə dair heç bir zəmanət yoxdur. Amma namizəd ölkələrin Brüsselin siyasi iradəsindən asılı vəziyyətə düşməsi çox tez baş verir. Rusiya tərəfi həmçinin xatırladıb ki, Ermənistan hələ də Moskvanın müttəfiqidir və Avrasiya İqtisadi İttifaqı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tam hüquqlu üzvüdür. Diplomatlar rəsmi İrəvanın addımlarının bəzi hallarda həm iki tərəfli öhdəliklərə, həm də çox tərəfli formatlara zidd getdiyini də vurğulayıblar. Ümid edirik ki, Ermənistan rəhbərliyi yad geosiyasi oyunlara alət olmayacaq və ölkənin uzunmüddətli milli maraqlarını ön plana çıxaracaq. İrəvan Avropa İttifaqının Ermənistanın xarici iqtisadi əlaqələri genişləndirmək istəyindən istifadə edərək mövcud siyasi, tarixi, humanitar və iqtisadi münasibətlərə zərər vurmasına imkan verməməlidir, deyə bəyanatda qeyd olunub. Erməni politoloq Armeni Margaryan da maraqlı fikirləri ilə gündəmə gəlib. Ekspert qeyd edib ki, Azərbaycanla sülhə qarşı çıxan bu radikal Rusiyapərəst qüvvələr Ermənistanı 2020-ci ildən əvvəlki münaqişə dövrünə qaytarmaq istəyirlər. Samvel Karapetyan, Gagik Sarukyan və Robert Köçəryan Ermənistanın yenə Rusiyanın köləsi olmasını istəyirlər. Yenidən ölkəmizi bizim böyük qardaşımız var, bizim əvəzimizə hər şeyi edəcək düşüncəsinə aparmağa çalışırlar. Bütün nailiyyətlərimizin üstündən xətt çəkmək, bizi sülhdən geri qaytarmaq istəyirlər. Bəs biz daha 1, 2, 3 nəsil qurban verməyə hazırıqmı? Tarixi iddiaların arxasınca düşərək real Ermənistanı unuduruq. Biz necə ordu istəyirik? Canlı resursların top yemi olduğu ordu? Necə cəmiyyət istəyirik? Övladları Rusiya vətəndaşı olan və onun ordusunda xidmət edən cəmiyyət? Biz belə şey istəmirik. Kölə olmaq istəyirik? Biz istəmirik. Kim istəyirsə qoy getsin, yol açıqdır, Margaryan vurğulayıb. Politoloq erməni cəmiyyətinin bu radikal qüvvələrdən fərqli olaraq sülh istədiyini və başqa ölkənin köləsi olmaq istəmədiyini iddia edib. Ermənistanın baş naziri Nikol Paşinyan 9 mayda Moskvada keçiriləcək paradda iştirak etməyəcək. Bu barədə Paşinyan jurnalistlərə açıqlamasında deyib. Erməni baş nazir bunu ölkəsindəki seçki kampaniyası ilə əlaqələndirib. Bildirib ki, Moskvaya səfər zamanı Putinə paradda iştirak edə bilməyəcəyinin səbəblərini izah edib. Paşinyanın paraddan imtina etməsi Moskva-İrəvan xəttindəki gərginlik fonunda xüsusilə diqqət çəkir. Ermənistan cəmiyyəti sülh uğrunda ayağa qalxmalıdır. Telegraf xəbər verir ki, bunu Sunik bölgəsində seçki kampaniyası çərçivəsində seçiciləri ilə görüşündə Ermənistan baş naziri Nikol Paşinyan deyib. Biz dövlət və sülh uğrunda ayağa qalxmalıyıq, o bildirib. Nikol Paşinyan bölgə sakinlərini mayın 28-də İrəvanda keçiriləcək hərbi parada qatılmağa da çağırıb. 28 mayda kimin imkanı varsa Respublika meydanına gəlsin. Son illərdə baş verənləri sizə göstərmək istəyirik. Baş nazir Ermənistanın yaşamaq uğrunda mübarizə dövrünü keçdiyini söyləyib. Artıq yaşamaq vaxtı gəlib çatıb. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-sində keçiriləcək.
Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Galuzin Xarici İşlər Nazirliyinə çağırılan Ermənistanın Moskvadakı səfiri Gurgen Arsenyanla son dərəcə sərt danışıb. Telegraf xəbər verir ki, bu barədə Russia Today məlumat yayıb. 9 may qələbə günü ərəfəsində İrəvanda təşkil edilən anti-Rusiya kampaniyaları və Vladimir Zelenskinin İrəvanda ölkə rəhbərliyinin susqun razılığı ilə birbaşa təhdidləri Ermənistanın Moskva qarşısındakı müttəfiqlik öhdəliklərinə və dostluq zəmanətlərinə ziddir. Ermənistanın Moskvadakı səfiri bu fonda mayın 7-sində Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata bildirilib ki, Zelenskiyə İrəvanda Rusiyaya qarşı təhdidlər üçün tribuna verilməsi qəti şəkildə qəbul edilməzdir. Rusiya Xarici İşlər Nazirinin müavini erməni diplomatla son dərəcə sərt danışıb, məlumatda bildirilib.